Salam dəyərli tələbələr, mən Ağayeva Günay, Həmkarlar İttifaqı Hərəkatı və Sosial Fənlər Kafedrasının müəllimiyəm. Bugünkü mövzumuz psixi sağlamlığın məqsədi, vəzifə və prinsipləridir. Gördüyümüz kimi planda iki yarım başlıq var. Psixi sağlamlığın predmeti, məqsəd və vəzifələri ikinci Amasova görə psixi sağlamlığın prinsipləridir. Gəlin əvvəlcə psixi sağlamlığın predmeti və məqsəd və vəzifələrinə baxaq. Bildiyimiz kimi psixologiyanın mühüm tətbiqi sahələrindən biri olan sağlamlıq psixologiyası bir elm kimi ötən əsrin 70-ci illərindən etibarən təşəkkül tapmağa başlamışdır. Amma buna baxmayaraq onun ən mühüm kateqoriyalarından biri psixi sağlamlıq probleminə maraq əvvəllərdən yaranmışdır. Belə ki, leksikona da diqqət yetirsək, görərik ki, mənəvi sağlamlıq, ruhi sağlamlıq, emosional sağlamlıq, mənəvi rifah vəziyyəti və sair kimi anlayışların mövcudluğu təsadüfi deyildir. Psixi sağlamlıq anlayışının mahiyyəti onun strukturunu əmələ gətirən elementlərin anlayışlar sisteminin məzmunu ilə sıx bağlıdır. Bu anlayışlardan və elementlərdən hər biri müxtəlif dövrlərdə ayrı-ayrı elm sahələri və mövqelər baxımından özünə məxsus surətdə şərh olunmuşdur. Psixi sağlamlıq bildiyimiz kimi sağlamlıq sisteminin tərkib elementlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının 1948-ci il bəyannaməsində sağlamlığa verilən əsas təyinata görə sağlamlıq xəstəliyin və fiziki qüsurların olmaması kimi dar mənada deyil, eyni zamanda insanın fiziki, mənəvi və sosial rifahını tam şərtləndirən vəziyyət kimi başa düşülməlidir. Tədqiqatçılardan Bilic və Nazarov üstün verdiyi bu təyinatı iki amillə tamamlayırdı. Birinci qeyd edirdilər ki, sağlamlıq tam fiziki, mənəvi və sosial rifah vəziyyətidir və ətraf aləmin daim dəyişən şərtlərinə və təbii mühafizəsi prosesinə uyğunlaşma qabiliyyətidir. İkinci amildə isə qeyd olunurdu ki, sağlamlıq eyni zamanda xəstəlik və fiziki qüsurların olmamasıdır. Ümumiyyətlə, sağlamlıq anlayışı bir qədər şərti bir anlayışdır. Antropoloji, klinik, fizioloji və bioloji göstəricilərin cəmidir. Cins və yaş amillərinin, iqlim və coğrafi şərtlərin nəzərə alınması ilə müəyyənləşdirilmiş olur. Sağlamlıq yalnız keyfiyyətlə deyil, həm də eyni zamanda kəmiyyətlə də xarakterizə olunur. Sağlamlıq dərəcəsi anlayışı orqanizmin adaptasiya imkanlarının genişliyi ilə müəyyənləşdirilir. Akademik Kaznaçayevin fikrincə, fərdin sağlamlığı dinamik bir vəziyyətdir. Onun bioloji, fizioloji, psixi funksiyalarının inkişafı və qorunması bütün ömrü boyu optimal əmək qabiliyyətinin və sosial aktivliyinin saxlanılması prosesidir. Tədqiqatçı Çikinə görə isə sağlamlıq tam fiziki və sosial rifah vəziyyəti kimi insan orqanizmi ilə sosial, iqtisadi, bioloji, təbii, iqtisadi və digər amillər arasında mürəkkəb qarşılıqlı təsirdən asılıdır. Sağlamlıq orqanizmin elə bir durumu, elə bir vəziyyətidir ki, insana məxsus olan bütün ictimai və bioloji funksiyaların optimal həyata keçirilməsi nəzərdə tutulur. Sağlamlıq fərdin bütövlüyünün ifadəsi və təzahürüdür. Yəni, bu yalnız fiziki vəziyyət deyil, eyni zamanda psixoemosional mütənasibliyi, yəni psixi sağlamlığı ehtiva etmiş olur. Sağlamlıq bütün canlı varlıqlara şamil edilən elə bir durumdur ki, bu durumda orqanizmi təşkil edən daxili orqanlar öz funksiyalarını müvəffəqiyyətlə yerinə yetirə bilir. Heç bir narahatlıq və xəstəlik olmadan. İnsanda isə digər canlı varlıqlardan fərqli olaraq sağlamlığın həm fiziki, həm psixi, həm də sosial aspektlərinə rast gəlinir. Sosial sağlamlıq nədir? Gəlin əvvəlcə baxaq sosial sağlamlığa. Sosial sağlamlıq insanın sosial status və mövqeyinin məmnunluğunu, sosiallaşma prosesinin normal gedişatını əks etdirmiş olur. Fiziki sağlamlıq nədir? Fiziki sağlamlıq somatik fəaliyyətin ən müvəffəqiyyətli halını ifadə etmiş olur. Hansı ki, fiziki sağlamlığın təminatı, fizioloji gigiyena qaydalarına düzgün bir şəkildə riayət olunması, sağlam qidalanma, istirahətə əməl etmə, yuxu rejimini və başqa digər vərdişlərdən asılıdır. Psixi sağlamlıq nədir? Psixi sağlamlıq buna başqa cür mental sağlamlıq da deyilir. İnsanın daxili potensialının reallaşmasına kömək edən, adi həyati problemlərin həlli zamanı yaşanan stresslərdən
proseslərdən psixi homeostazı mühafizə edən, insanın həyatı və işgüzar fəaliyyətin məhsuldarlığını artıran, eyni zamanda mənəvi rahatlığını təmin edən bir durum kimi xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə, ətrafdakı insanlara, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətdə müşahidə olunur. Gördüyünüz bu qrafikdə insandan asılı olan təsirlər, asılı olmayan təsirlər və bir də əlavə təsirlər qeyd olunur. Əvvəlcə gəlin insandan asılı olmayan təsirlərə baxaq. İrsiyyət, siyasi vəziyyət, qloballaşma, ekoloji durum, sosial-iqtisadi dəyişiklik, demoqrafik dəyişiklik və s. İnsandan asılı olan təsirlər hansılardır? Həyat tərzi, düzgün qidalanma, fiziki və psixi yüklənmə, özünə nəzarət, özünü reallaşdırma, adət və vərdişlər, dünya görüşü, savad və s. Əlavə təsirlərə isə yaxın adamını itirməsi, pis xəbər eşitmək, ekstremal durum və s. aid edə bilərik. Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyildir. Belə pozuntuları olmayan bir çox insanların da psixi problemləri vardır. Psixi sağlamlıq insanın daxili potensialının reallaşmasına təkan verən əmin-amanlıq vəziyyətidir. Psixi sağlamlıq fənni ümumilikdə sağlamlıq psixologiyasının dedik ki, tərkib hissələrindən biridir. Əgər psixi sağlamlıq fənni insanın psixi neytrallığına dair faktları, qanunları və mexanizmləri öyrənirsə, sağlamlıq psixologiyası ümumilikdə sağlamlığın faktları, qanunları və mexanizmlərini öyrənmiş olur. Sağlamlıq psixologiyasının məqsədi nədir? Sağlamlığın psixoloji baxımdan qorunması və möhkəmləndirilməsinin nəzəri, eyni zamanda tətbiqi yollarını öyrənməkdir. Psixi sağlamlığın fənnində məqsədi eyni ilə sağlamlıq psixologiyasından qaynaqlanır. O da psixi sağlamlığın qorunması, möhkəmləndirilməsi yollarını öyrənir. Psixi sağlamlığın bir sıra vəzifələri var. 3 əsas vəzifəni qeyd edə bilərik. Birinci, psixoloji mədəniyyətin təbliğatı, hansı ki, bura psixoloji biliklərin təbliğatı və psixomaarifləndirmə aid edilir. 2. Ünsiyyət mədəniyyətinin artırılması, yəni burada daxili və xarici kommunikasiyanın uğurla həyata keçirilməsi aid edilir. 3-cü, özünü reallaşdırma və özünü gerçəkləşdirmənin yol və vasitələrinin müəyyən edilməsi, mənəvi və yaradıcı potensialın ortaya çıxarılması aiddir. Sağlamlıq dedik ki, istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyalarını tam yerinə yetirdiyi bir haldır. Yəni, istənilən ağrı, xəstəliyin olmadığı bir vəziyyət. Sağlamlıq, yəni təkcə insanın xəstə olmaması ilə də ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının da öz qaydasında olması ilə müəyyən olunmuş olur. Psixi sağlamlıq isə insanın psixi durumu, onun davranışının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterin düzgün şəkildə formalaşmasıdır. Cəmiyyətin hər bir üzvünün psixi sağlamlığı ümumən cəmiyyət haqqında müəyyən bir qənaətə gəlməyə imkan verir. Cəmiyyətdə baş verən proseslərin proqnozlaşdırılması, sosial sabitliyin mühüm şərti onun hər bir üzvünün psixi sağlamlığından asılıdır. Amma təəssüflər olsun ki, mütəxəssislər bu məsələnin həllində diqqəti daha çox psixi sağlamlığı şərtləndirən amillərin araşdırılmasına deyil də, əksinə psixi pozuntuların reabilitasiya və korreksiyası məsələlərinə yönləndirmiş olur. Psixi sağlamlıq anlayışı bildiyimiz kimi norma-patologiya, sağlamlıq və xəstəlik anlayışları istiqamətində nəzərdən keçirilir. Əslində sağlamlıq və xəstəlik bir-birlərini tamamlayan anlayışlardır. Görkəmli rus psixiatrı Qanushkinin fikrinə əsasən sağlamlıq və xəstəlik halları arasında heç bir köklü fərq yoxdur. Əksinə bu iki fenomen arasında zəruri bir əlaqə vardır. Patologiyada normada olduğu kimi eyni qanunlar və qüvvələr işləyir. İnsanın iki mövcudluq forması olan sağlamlıq və xəstəlik arasında yeganə fərq ondan ibarətdir ki, xəstəlik zamanı orqanizmin funksiyaları arasında normada müşahidə olunan mütənasiblik, qarşılıqlı harmoniya pozulmuş olur. Yəni psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyildir. Çünki belə pozuntuları olmayan bir çox insanlar vardır ki, onların psixi problemləri olur. Bildiyimiz kimi hər il oktyabr ayının 10-da Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında, təsis olunmasında əsas məqsəd insanların psixi sağlamlıqla bağlı məlumatlıq səviyyəsinin artırılmasıdır. Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə etmiş olur. Bu fəaliyyət birbaşa və dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı da təmin etmiş olur. Müharibələr və digər fəlakətlər bildiyimiz kimi psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə fövqəladə hallarda psixi pozuntu göstəriciləri bir qayda olaraq 2 dəfə artmış olur. Sağlam psixologiya insanın xüsusiyyətləri nələrdir? Bu suala ilk dəfə olaraq Avstriya psixoloqu və psixiatrı Zigmund Freud cavablandırmışdır. Onun fikrinə əsasən sağlam psixologiyaya malik olan insan sevmək və çalışmaq kimi 2 əsas xüsusiyyətə malik olmalıdır. Yəni biz sevə, paylaşa biliriksə və gündəlik işlərimizin öhdəsindən rahatlıqla gələ biliriksə, çox böyük ehtimalla sağlamıq. Psixi sağlamlıq bildiyimiz kimi psixogigiyenadan başlayır. Psixogigiyena psixi sağlamlığımızın qorunması deməkdir. O təkcə beynin yox, eyni zamanda hisslərin sağlam və gümrah olmasıdır. Tibb elmləri banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor ilk növbədə də xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. Tanınmış Rus alimi Amasova görə psixi sağlamlığın bir sıra əsas prinsipləri vardır. Bunlar hansılardır? Birinci, əksər xəstəliklərin səbəbkarı təbiət və cəmiyyət deyil, elə insanın özüdür. Əksər hallarda insan xəstəliyinin səbəbi onun tənbəlliyi, acgözlüyü və ağılsızlığıdır. İkinci, tibbə çox arxain olmayın. Tibb bir çox xəstəlikləri müalicə edə bilər, amma insanı tam sağlam edə bilməz. Buna görə də tibbin əsiri olmaqdan qaçmalıyıq. Üçüncü, sağlam olmaq üçün insanın özünün daimi təşəbbüsü və istəyi lazımdır. İnsan o qədər güclü bir varlıqdır ki, onun yaşamağa olan ehtirası, həvəsi, bəzən sağalmaz adlandırdıqları xəstəliyə belə qalib gəlməyə qadirdir. Dördüncü, sağlamlığın möhkəmliyi ona qarşı olan istəyi formalaşdıran stimulun gücündən və sağlamlığa qovuşmaq adlı məqsəddən asılıdır. Beşinci prinsip nədir? Sağlam olmaq üçün 4 mühüm şərtə əməl etmək lazımdır. Fiziki fəaliyyət, düzgün qidalanmaq, fiziki və psixi immunitetin artırılması, istirahətə vaxt ayırmaq və istirahəti bacarmaq. Ümumiləşdirmə apararaq isə psixi sağlamlığın prinsiplərini növbəli olaraq aşağıdakı qruplarda birləşdirmək olar. Mütənasiblik və özünə qayğı, sağlam düşüncə və özünə hakim olmaq. Mövzumuz bu qədər. Diqqətiniz üçün təşəkkürlər.